Bizə deyiblər, təfəkkürünüzdə dəyişə bilmədiklərinizlə barışız. Hər bir müsibətə qədərində, bu ki Peyğəmbərimiz deyir, hər fərxi ilə bir tərhə var. Hər şadlığın kənarında bir qəm var. Deyir, siz bir dənə dünyada əgər istəyirsiniz, dünyanın reallıqları ilə özü tənzimləyəsiniz, bu anlamda özünüzlə tənzimləyəsiniz. Bir dənə uşağı misalı. Bir dənə uşağı misalı necədir? Baxın, təsəvvür edirsiniz, körpə təzəcə ayaq açan uşaq, bir dənə ləl-cəvahir, bir dənə yekə kanatlı brilyant daş tapar. Onun ona sevinci elə əlində tutacağı, gözündə işıldayacağı qədərindədir biraz. İndi 10 dəqiqədən da sonra həmin o yekə kanatlı brilyant daşı bu uşağı itirər. İnanın, elə onun itkisinə bu uşağın qəmi də elə o gözün işıldadacaq qədərində. Nə qədər sevinmişdi o qədər də, kədəri də o qədərdir. Bu uşaq təfəkküründə kiçik bir sevinclə tapıntısına və kiçik bir kədərlə itkisinə yola verdi. Bizə deyiblər, çalışırız həyatın reallıqlarında böyüdükcə itkilərinizə uşaq itkisi qədərində reaksiya verməyi öyrənirsiniz. Yoxsa həyatın düzəninə yazılmış, Allahın varlığa hakim kəsdiyi qanunlar, aclıq ola, mal itkisi ola, can itkisi ola, evlad itkisi ola, əziz insanın itkisi ola, sizləri sıxar, qəmə qüssəyə mübtala eləyər, həyatınızdan ayırar, depressiya çəkər, bəzən intihara qədər aparar.